Görün bu İranlıdır, Farsdır, Qaraçıdır, nədir? Bax bu Qaraçı Fars bugün nədirsə yazısını yəqin gördünüz. Azərbaycan deməli xalqının boynunda Ayətullah Xameneinin haqqı var. İşə bax, haqqı var. Güya bu 90-cı illərdə Ayətullah deməli hani o nəysə bu Xameneyi 90-cı illərdə deməli Azərbaycanı müdafiə edib dünya qarşısında və erməniləri günahlandırılmış. Bu söz imiş də, deyib də, burada nə var? İndi bu elə belə Naxçıvana dronlar gəlib düşüb, yəni dronları bunlar atıblar. Bu insanlar, bax bu qaraçılar, hansı ki Avropanın əli ilə gəliblər. Bu bilirsiniz 1925-ci ildə, mən indi 1830-u gətirmirəm. Bu 1800 deməli bunun babaları hamısı əskər olublar Türk ordusunda, Qacarın ordusunda. Bu 1925-ci ildə bu Pəhləvilər deməli gəlib Qacar şahı məhv elədilər, oturdular yerində, özlərini şah elan etdilər. Bugün nəyə görə Amerika, Avropa deməli bunlara qarşı çıxıb da, bunlar satdılar. Yəni bunlar çox özləri deməli o deyir, verni piyosuydular da. İndi olublar prodajni. Yəni bunları yaradıb özləri də deməli Avropalılar etiraf elədilər ki, bunları biz yaratmışıq Turana qarşı. Başa düşdünüz? 1925-də Qacarı yıxdılar, bunu gətirdilər. Sonra bunu gətirdilər 1979-da. Yəni bunlar bugün xətti keçib. Özləri müstəqil hiss edirlər. Yəni artıq Farsi özlərini hiss edirlər. Yəni bunlar Farsa adiyyəti yoxdur. O Makedonski bunları məhv eləyibdir. Siz bilirsiniz, eramızdan əvvəl o Farslar yoxdular. Bunlar sadəcə Avropanın deməli o əldə bu oyuncaqlarıdır, düzəltdilər Turana qarşı. Bu həmin o generaldır ki, Azərbaycana barmaqla silkələyib, deyib Azərbaycana xəbərdarlıq, Türkiyə xəbərdarlıq. Bax, bu İslam İran ordusunun generalı. Bu belə. İndi bunun bu nəvəsidir Pəhləvinin gəlməsi. Yəni onlar deməli demək olar ki, Fransanın, Amerikanın itləridir. Amma bugün onlar deməli özlərini müstəqil hiss eləmək istəyirlər. Özləri deməli çıxış eləyirlər. Necə bir müstəqil bir xalq kimi, müstəqil ölkə kimi. Yəni görürsünüz, daha dövlətləri də İran gedir. Yəni bilirlər ki, İran Azərbaycan Türk torpağıdır və Fars dövləti yazılmır. Fars dövləti. İndi isə buna ermənilərdir, hamısı çalışır ki, yəni Fars dövləti gələcəkdə yazılsın və İran yerinə deməli Fars dövləti yazsın. Bax, bu usulda işləyirlər. Ancaq murazları qalacaq, yəni içəridə onların o murazları. Bu alçaqlar, bax bunlar, yəni bugün həzm eləyəmirlər. Nəyi həzm eləyəmirlər? Yəni biabır olublar, necə ruslar, ermənilər. Deməli, bunlar üzlərinə vurdular ki, biz sizi düzəltmişik, qoymuşuq. İndi bunlar biabırçılıqdan necə qurtarsınlar, necə o biabırçılığı üstdən götürsünlər. Bax, belə deməli konfliktlər yaradırlar. Çalışırlar, dünya qarışsın, necə ruslar. Yəni həzm eləyəmirlər də ki, necə biz Türk torpağında yaşayırıq, bizi kiminsə itiyik. Bilirsiniz, bu çətin şeydir, ondan həzm elə. Ona görə də belə. Bax, görürsünüz, bu hətta bu Kedmi var. Bu nəyə görə belə özü rahat deməli arxeyin danışır, deyir ki,
deməli, İranı heç kəs işğal edə bilməz, İranı heç kəs o dövləti ala bilməz, o dövləti deməli dağıda bilməz. Bu Kedmidi Rus politoloqu Yakov Kedmi bilirsiniz də. Bax bu deyir ki, İrana yəni elə belə demir. Yəni İran da necə ruslar bir vaxt deməli türklərlə Avropalılar o dövlət ruslara yaratdı. Necə sonra Ermənistan yaradıldı Azərbaycan torpağında, Türk torpağında. Bax bunlar həzm eləyənmirlər. Farslara da üzlərinə vurdular ki, yəni biz sizi yaratmışıq. Yəni bunu mən bu 5-10 dəqiqəyə başa salmağı bu çətin olur, çatdırmır da deyəm. Bunlar Avropanın oyuncağıdır. Yəni onu bilin. Avropanın, Amerikanın oyuncağıdır. Bugün bunlar o qırmızı xətti keçiblər, ona görə Amerika, Avropa bunları cəzalandırır. Cəzalandırır. Yəni bunlar özləri başa düşüblər ki, bunlar biabır olacaqlar. Yəni Türk torpağında yaşayırlar və farsı adətləri yoxdur, başqa bir millətdirlər. Ona görə o fars dilidir, adıdır, qoyulub bunlara. Bax bunu heç kəs bilmir. Ona görə bunlar o biabırçılıqdan istəyirlər çıxarlar, ona görə hər şeyə əl atırlar. Amma bunları da görürsünüz, həmin o deyir, öz itlərini özləri cəzalandırır. Bax bu Amerikada, Avropada yəni üçün cəzalandırırlar. Yəni bax bu qədər. Bax bu əməlləri ki, bunların nəyə görə Turana qarşı qoymuşlar ki, bunlar həmişə türkləri məhv eləsinlər. Bilirsiniz, yəni bu proses getmirdi. Biraz ləngimişdi, ona görə bu Avropalıların xoşuna gəlmir. Bunlar da istədilər özlərini xozen, yenə özlərini sahibkar kimi göstərərlər İranın. Amma bunlar heç kimdir. İranın sahibi Qacardır, Qacar şahlarıdır, yəni Türk xalqıdır. Ona görə də türklər gəlməlidirlər hakimiyyətə. Bax bu qədər.